bir Leyli bir yerdə su paylayır. Hamı dayanıb növbəyə. Gəlirlər, qablarını qoyurlar, Leyli su verir onlara, bulağın kənarında filan. Növbə Məcnununa çatanda Leyli götürür Məcnunun qabını atır, sındırır. Məcnun da sevinir. Deyirlər, niyə sevinir? Qabı, cəmaata su verirdi, sən qabı sındır. Deyir, əgər mənə olmasaydı meyli, onun ərəb farsçasıdır şeiri, amma belə təxmin, mənə olmasaydı meyli, niyə kuzəmi sındırırdı Leyli? Yəni ki, sevgisini bu şəkildə, aşiq insan hər bir şeyi sevgiyə yozur. Amma Allah insan münasibətində yalandan yozmağa ehtiyac yoxdur. Allah insan münasibətində yozma ehtiyac yoxdur. Hər bir şeydə sevgini hiss eləməlisən. Sevgini də hiss eləyəndən sonra biləsən ki, Allahın nəzərindəsən və o səni sevgi ilə sığal çəkir. Onda sıxıntı zamanı sevinəcəksən, şad olacaqsan.